Qoz yemək ömrü uzatmağa təsir edə bilər. Alimlərin fikrincə qoz yemək ürək xəstəliklərinin qarşısını almağa və ömrü uzatmağa kömək edən vasitə ola bilər. Tədqiqatçılar qeyd edirlər ki, sağlam qocalmaq bədən kütləsi indeksini, bel çevrəsini, qan təzyiqini və triqliserid səviyyəsini sağlam saxlamağı tələb edir. Qidalanma, metabolizm və ürək-damar xəstəliklərində qozun pəhrizə daxil edilməsi vacib hesab edilir. Minnesota Universitetinin İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları müntəzəm olaraq qoz yeyən insanların bədən funksiyalarını müşahidə ediblər. Onlar müntəzəm qoz yeyənlərin unikal bədən fenotipinə malik olacağı qənaətinə gəliblər. Çünki qoz ürək xəstəlikləri, piyələnmə və diabet kimi xroniki xəstəliklər riskini azaldır. Alimlər qoz istehlakını ömrü uzatmaq üçün təbii üsul adlandırıblar. Onların məlumatına görə müntəzəm qoz istehlakçıları sağlam qocalma və vaxtından əvvəl ölümdən qorunma ilə əlaqəli fiziki xüsusiyyətlərə sahib olma ehtimalı digərlərindən daha çoxdur. Mütəmadi olaraq qoz yeyən insanlarda kökəlməyə meyli daha az olur. Aclıq zamanı qanda qlükoza səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşür və ürək-damar risk faktoru profili daha yaxşı olur.